bitmiş zamanların izahına baxaq. Birinci sualda baxırıq. Already. Biz bilirik ki, already indiki bitmiş zamanın göstəricisidir. Və have has participle to götürməliyik. Baxaq, burada E variantı düzgündür. Has graduated. İkinci sualda burada since var göstərici. Amma last year sözü sizi çaşdırmasın. Birdən elə bilərsiniz burada keçmiş bitmiş verilməlidir. Since göstərici olaraq indiki bitmiş zaman göstəricisidir. Ona görə də biz yenə də have has participle to olan variant B variantını götürməliyik. Üçüncü suala baxaq. Bağlayıcılı cümlədir. When var, when'dən sonra idili feilimiz, yəni keçmiş zaman var. Keçmiş zamanda bilirik ki, keçmiş zamandan uzlaşır. Ona görə biz burada keçmiş bitmiş zaman seçməliyik. Düzgün cavabımız C variantıdır. Dördüncü sualda yenə də burada because-dan əvvələ baxırıq. Were keçmiş zamandır. Keçmiş zamanda keçmiş zamanla uzlaşır. Ona görə də yenə də keçmiş bitmiş D variantı düzgündür. Burada isə yenə already var. Already bilirik ki, indiki bitmiş zaman göstəricisidir. Ona görə də A variantı düzgündür. Burada told var. Keçmiş zamandır. Keçmiş zaman olduğuna görə də biz keçmiş bitmiş götürməliyik. Düzgün cavab C variantıdır. Burada isə since var. Since indiki bitmiş zamanın göstəricisidir. Biz burada haven't eaten olan variant seçməliyik. İnkar formada verilib. 8-ci suala by var. Əziz şagirdlər, by adətən keçmiş bitmiş zamanın göstəricisidir. Ona görə had translated olan variantı seçməliyik. 9-da just. Just indiki bitmiş zamanın zaman zərfidir. Ona görə də biz E variantını seçirik. Burada yəni bizim by göstəricimiz var. Keçmiş bitmiş zaman olmadığına görə də düzgün cavab D variantıdır. Ondan əlavə buradakı feilə də baxırıq ki, bu feili keçmiş zamandadır. Bir daha əmin olur ki, keçmiş bitmiş zaman götürə bilərik. 11-ci sual nisbətən fərqli bir testdir. Nəyə görə? Çünki burada yet var. Yet zaman göstəricisidir. İndiki bitmiş zamanın zaman göstəricisi. Amma və lakin yet olan cümlə inkarda olmalıdır. Bu tərəf inkar olmalıdır. Ona görə biz inkar olan variant. Baxın, B variantı da verilib, C variantı da verilib. Amma siz bilməlisiniz ki, yet olan tərəf inkarda olmalıdır. Ona görə düzgün cavabımız C variantıdır. 12-də yenə zət var. Ondan əvvəl said var. Keçmiş zamansa keçmiş bitmişlə də uzlaşır. B variantıdır. 13-də yenə də baxın, yet varsa biz həmən ora inkarda olan indiki bitmiş zaman verməliyik. Ona görə düzgün cavabımız B variantıdır. Və burada bizə 2 dənə have had verib. Bu nə deməkdir? Buradakı have, birinci have köməkçi feildir. İkinci had isə əsas feil olaraq verilir. Bilirik ki, have feilin həm də vardır mənası var. Lakin qrammatikada köməkçi feil kimi də istifadə olunur. 14-cü sualda yenə də already indiki bitmiş zamandır. Ona görə düzgün cavabımız A variantıdır. 15-ci sualda yesterday var burada və which bağlayıcısı var. Keçmiş zamandır. Keçmiş zamanda keçmiş zamanla uzlaşır. Ona görə düzgün cavabımız C var.